Salam əziz Cəllabatlılar. Cəllabatın Kirovka ərazisində, Qurğa yaxın ərazidə sizə 6 sot 10.3 ərazisi olan 2 mərtəbə həyət evi təqdim edəcəm. Birinci mərtəbə 3 otaqdır, 2 yataq, 1 qonaq, mətbəx və qarac. İkinci mərtəbə isə 4 otaqdır, 3 yataq, 1 qonaq. İkinci mərtəbədə remontun bir 80-90% olub, ağarma işlər görüb, qapılar salınmadı, bir də zövqə uyğun abo ilə yığmalısınız. Həyətimizi izləyəcək ətraf təqdim edək. Bu evimizin bağ hissəsidir. Geniş həyətdir. 6.3'dür sənətdə. 2 mərtəbə evdir, 2 qat daşdan. Evin bir balaca da olsa partları yox. Yəni, mükəmməl tikilişdir. Betonu, fundamenti, kəməri və kolonları yerindədir. Kəməri 2 kəmərdir və görürsünüz, möhkəm və kəmərlərdir. İkinci mərtəbə plastik pəncərədir. Birinci mərtəbə plastik pəncərədir. Evin ikinci mərtəbəsi xırdapara işləri qalıb. Keçid edək. Evimizin daxilini yaxından tanışırıq. Evə daxilə keçid edərkən həyətdə sanitar qovşağını təqdim edir. Sənindir, şəxsi quyusudur. Sanitar qovşağı. Allah amandı, qapı getdi. Qapı özünü tapşırdı. Bura isə hamamdır. Evimizin bura birinci mərtəbəsidir. Köhnə remontdur, amma yaşayış üçün əlverişlidir. Girəcək də sol hissədən mətbəximizdir. Burada pəncərə olub əvvəl, indi bağlayırlar. Keçid edək salon hissəmizə. Bura qonaq otağımızdır, salondur və yataq otağını təqdim edək. Bu yataq otağı işğal türü divarları ağarmalıdır, remont işləri görünməlidir. Ətrafı təqdim edirik. İndi o skalerdən istifadə edən yoxdur ki, buranı bağlayıb otaq edə bilərsiniz. Hətta bağlanıb küçədən. Belə baxanda birinci mərtəbə olduğu gibi 4 otaq. Burada qəşəng, balaca, uşaq otağıdır. Keçid edək ikinci mərtəbəmizdən yaxından tanış olaq. Kim evi istəyərsə özüm remont edib tam verəcəm narahat. Evimizin bura ikinci mərtəbəsidir. Abo işləri qalır və qapılar salınmalıdır. Birinci otağımızı izləyəcək təqdim edək. Bura birinci otaq. Burada studiya mətbəx edə bilərsiniz. Mətbəxi yox, bu tərəfdə də stolubu qoy. Yeməyi yedin, içdin, keçdin salonda istirahət elədim. Bura isə ikinci otağıdır. Badalokdur, divarlar da hazırdır. Yeri ağarmalıdır, laklanmalıdır və qapısı salınıb aboya vurulmalısan zövqə uyğun. Bura isə üçüncü otaqdır. İkinci mərtəbə demək olsun ki, 80-90% işlər görülür. Badalokdur, divarları görülür. Bura gözəl televizor yerimiz. İkinci mərtəbə müasir remontdadır. Remontda deyəndə ağarma işləri görüb, yuxarıda spot işıqlarla yığılıb, əvvəl gizli işıqlar var, indi spot işıqlar olub yerdə. Spot işıqlarla yığılıb, toplarına kimi çəkilib hazırdır. Aboy zövqə uyğun yığdım, qapılarımı zövqə uyğun taxdım, yerin ağartdım, lakladım. O ikinci mərtəbə oldu, super. Birinci mərtəbə isə göstərir, 3 otaq, 2 yataq, 1 qonaq, qaracı da otaq da edə bilərsiniz. Yolun düz üzərində də, orta yolda, asfaltın üzərində də. Birbaşa asfalta çıxışdır. Oranda obyekt kimi istifadə edə bilərsiniz ya da dükan kimi, otaq kimi istifadə edirsiniz. Obyekt kimi də əlverişlidir, otaq kimi də. Qiyməti 57.000 manatdır. Razılaşma olacaq, amma çox yox. Yüngülvari 300-500 pul çıxacaq. Kim istəyirsəniz 050 629 67 57. Əlaqə saxlayıb ətraflı məlumat alabilirsiniz. Gözəl yerdədir, yaxın yerdədir mərkəzdə.